Subhanallah. Aya, güneşe ibadet edenler var. Allah Azze ve Celle nedir? La tescudu liş-şemsi ve la lil-kameri vescudu lillahi'llezî halakahun in kuntum iyyahu ta'budun. Deyir ki, güneşe, aya səcdə etməyin. Deməli, güneşe, aya səcdə edənlər var. Subhanallah. Əgər Allah deyir, nə deyir Quranda? Deyir ki, güneşe, aya səcdə etmə. Deməli, güneşe, aya səcdə edənlər var ki, Allah deyir ki, güneşe, aya səcdə etmə. Deyir, güneşi, ayı yaradana səcdə et. Əgər həqiqətən sən ona ibadət edirsənsə. Və həmçinin ona görə, yəni bəzi insanlar deyəndə ki, salihlərdən istəmək olmaz, peyğəmbərlər deyir, kimdir ki onlardan istəyən? Və əgər istəyən olmasaydı, İsa peyğəmbər deyərdim ki, Allah Azze ve Celle ki, ya İsa, əntə qultə linnəsi təxiduni və ummiyə iləheyni min dunillah. Ki, ey İsa, sən insanlara deyən ki, məni və anamı Allahdan qeyri ilahlar götürün. Deməli, götürən var, deməli, istəyən var. Aydındır. Ona görə, hətta Muhammed sallallahu aleyhi ve sellem nə deyir? Qul inni la əmliku darran və la rəşədə. Deyir ki, mən nə zərər verməyə, nə də fayda verməyə malik deyiləm, qadir deyiləm. Subhanallah. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem özü üçün belə, yəni qadir deyildi. Və ləv kuntu a'lamul qaybə ləstəksərtu minəl xayri və mə məssəniyyəs-su. Əgər hətta mən qeybi bilsəydim, deyir, öz xeyrimi artırardım və mənə zərər toxunmazdı.